Həftədə 3 dəfə olan iş var yoldaşlar. Bu həm həftədə 2-3 dəfə olan bir işdir. Həmçinin də məsələn bir-iki dənə variant var belə ümumiyyətlə. 2 dənə işdən bəhs edəcəm indi Allah qoysa. Gəlin elə başlayaq elə. Biri misal üçün xadimə işidir yoldaşlar. 600 manat pul verir. 20-60 yaşlı şəxslər üçündür. Yaşlı önəmli deyil əsas məsələ. Əsas odur ki, işini təmiz görsün. Deməli nə məsələdir? Məsələ nə yerdədir? Deməli yoldaşlar bir evdir, bir mənzildir. Həmin o mənzil kirayə verilir xarici qonaqlara. Və xarici qonaq mənzili tərk etdikdən sonra orada yəni təmizlik işləri görəcəksiniz. Mənzil bir ədəd olduğuna görə, yəni bir neçə mənzil olmadığına görə, yəni siz təxminən həftədə 2-3 dəfə belə deyim də işləməli olacaqsınız və bu da təxminən elə 2-3 saat edir. Yəni qonaq çıxdıqdan sonra təxminən iş saatınız 1-2-3 saat işləyəcəksiniz. Yer də məşhur yerdədir. Sahil metrosunun yanındadır. Yəni belə bir iş imkanı var. Yəni yalnız bir evdir. Yəni bir neçə evləri icra eləmirsiniz. Bax belə bir özəlliyi var. Bundan əlavə xəstə baxıcı işi var yoldaşlar. Günlüyü 20 manatdır. Həftədə amma 3 dəfədir. Yəni həftədə 3 dəfə işləyirsiniz. İş saatı da səhər saat 9-dan 4-ə qədərdir. Günorta 4-ə qədərdir. Xəstə özünü idarə edə bilir. Yəni sizin işiniz belə deyim də, xəstə baxıcısı olsa da, əsasən ev işləriniz olacaq sizin. Bu, bayaq dedim ki, günorta 4-ə qədərdir də, amma yəni öncədən də xəbərdar olun ki, ehtiyac olarsa əgər, axşam 6-ya qədər də qala bilərsiniz. Binəqədidədir bu iş, Binəqədi kəndindədir. Həm bu işlərə, həmçinin digər işlərə müraciət etməkdə istəyirsinizsə, özəl dəstək vermək olar. Həm bunlara müraciət etməkdə çətinlik çəkirsinizsə, sizi tanış eləmək olar bu işlərlə. Nəinki bu işlər, digər işlərlə də tanış olmaqsınızsa, bir sözlə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsini yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olsanız, Toğrulacı adlı kanala. Orada kanala daxil olduqdan sonra profildə əlaqə vasitəsini görə bilərsiniz. Əlaqə vasitəsini oradan götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.